Bir neçə ay əvvəl Qəzzada sülh məramlı adı altında xidmət edən Amerikalı əsgər yemək növbəsində durduğu üçün müsəlmanlara atəş açır. Öz keyfi ilə atəş açmağı isə bu işğalçı əskərə birbaşa yuxarıdan əvvəlcədən yaşıl işıq yandırılmışdı. Bildiyiniz kimi, Azərbaycan əskərlərinin Qəzzaya göndərilməsi mövzusu gündəmdədir və bu prosesin adı Beynəlxalq Sabitləşdirmə Qüvvəsi adlandırılıb. ABŞ-nin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi layihənin mətnində belə bir cümlə yer alır. Beynəlxalq Sabitləşdirmə Qüvvəsinə lazım gələrsə, güc tətbiq etməyə icazə veriləcək. Bu o deməkdir ki, həmin beynəlxalq sülh məramlı qüvvə yalnız müşahidəçi və ya humanitar missiya kimi deyil, lazım olduğu halda hərbi əməliyyatlar apara, yəni silah gücü ilə müdaxilə edə biləcək. Dediyimiz kimi, əskər əmrə tabedir. İsrail öldürdükləri uşaqların qanına bizim cavan əskərlərimizi də ortaq edəcək və biz bu məsələyə sakit qalsaq, bu cinayətdə şərik olacağıq.